Herkese salam, hər vaxtınız xeyir olsun. Deməli, bugün üdüm və ümümün test sahını verəcəyik. Qısa yoldan həllini. Qəbulda bir sualımız bundan olacaq. Keçən ilin birinci və ikinci imtahan hər ikisində həm üdüm, həm də ümümdən sual düşmüşdü. Deməli, deyir ki, üdüm nədir? Ümümdən ilk öncə onun izahını sizlər üçün verəcəm. Bir saniyə burada bu hissədən çəkər. Bax, üdüm nədir? Üdüm ümumi daxili məhsul deməkdir. Ümum isə ümumi milli məhsul deməkdir. Ümum özlüyündə iki yerə ayrılır. Deməli, daxili məhsul, yazıram, daxili məhsul. Ümum isə xarici məhsul. Nə deməkdir bu? İlk öncə gəlin bunu sizin deməli, yadda qalacaq bir üsulla deyim, yadınızda. Deməli, qalsın. Yəni, ümum odur ki, daxili məhsul deyirik, düzdür mü? Məsələn, bunu belə deyə bilərik. Tutaq ki, bizdə Lənkəran zonasında məhsul istehsal edilir, düzdür mü? Çay, adi bir çay. O çay əgər daxili məhsuldur da, düzdür? Yəni, bunu daxildə istehsal edirlər, daxil üçün. Bu olur nə? Daxili məhsul. Hansı ki, yəni, bu daxili ərazilər üçün istifadə olunacaq. Bir də var, xarici məhsul. Onu çıxardır, məsələn, Rusiya, Türkiyə, Avropa ölkələrinə və s. ölkələr üçün istehsal. Bu olur məhsul. Bir də var, üdüm isə nədir? Üdüm isə qısa yoldan bir var, daxili şirkət deyirik. Bir də xarici şirkət. Bu nə deməkdir? Məsələn, tutaq ki, məsələn, çayı bildiyiniz hər hansısa bir marketdə, tutaq ki, hər hansısa bir rayon deyim sizin üçün. Tutaq ki, məsələn, Qax rayon ərazisində əgər onu satırsa, hər hansı bir marketdə. Bu nədir? Yəni, daxili məhsul neyini? Daxili şirkətdə satılır, belə düşünün. Həmçinin xarici məhsuldursa, bu da yəni xaricdə, məsələn, tutaq ki, hansı ölkədəsə həmin ərazidə satışı. Sanki məhsul belə şirkətin içərisində kimi düşünün. Yəni, məhsul var, hər hansı bir məhsul. O neyini? Xarici şirkətlərdə satılır. Bunu yadda saxlayın. Yəni, daxili məhsul, daxili şirkətin tərkib hissəsi götürmək olar. Xarici məhsul da xarici şirkətin tərkib hissəsi üçün götürmək olar. Bu sxemicə qurun. Sizdən tövsiyəm budur ki, imtahanda bunu qursanız sizin üçün çox rahat olacaq bu sualları işləmək. İndi gəlin, elə buradaca biz sizinlə deməli 172-ci suala baxaq. Deməli, test sxemi qururam. Üdüm, siz də belə dəftərlərinizdə, gənclər, ümum. Deməli, üdüm dedim iki yerə ayrılır, düzdürmü? Üdüm daxili şirkət, ümum, yəni xarici şirkət. Xarici şirkət. Ümumdəki dedik daxili məhsul, xarici məhsul, belə deyək, qeyd elədik. Bəndə deyir ki, üdümün dəyəri nə qədərdir? Üdümün dəyəri 30 millet. Yazıram, üdüm yanın 30. Ümumün dəyəri isə 18,5. Bunu da qeyd edirəm. Sonra davam edirəm. Deyir, bu dövlətin ölkə xaricindəki məhsulun dəyəri 4,5-dir. Yəni, məhsul deyir, nəyə baxmalıyım? Ümumə baxmalıyam. Ümumi 18,5-dir. Düzdürmü? 2 qola ayırdım. Daxili məhsul, xarici məhsul. Deyir ki, xarici məhsulun dəyəri 4,5-dir. Bu qol hissəsinə yazıram 4,5. Ümumi 18,5-dirsə, bunun 4,5-i deməli, daxili, üzr istəyirəm, xarici məhsuldursa, onda daxili məhsul nə qədər olacaq? 18 çıxaq 4,5. Nə qədər? 14. Bəli, 14. Deməli, daxili məhsul 14-dürsə, bu 14 ilə daxili şirkət deməkdir. 14-ü bu hissəyə qeyd edirəm. Onda xarici şirkət nə qədər olacaq? 30 çıx 14. Nə qədər edir? 16. Deməli belə, sadəcə imtahanda eləyəcəyimiz nədir? Üdümü ayırıb daxili şirkət, xarici şirkət olaraq qeyd eləmək. Ümumi ayırıb daxili məhsul və xarici məhsul olaraq aid eləmək. Çünki belə etsəz, imtahanda işiniz rahat olacaq. Əks təqdirdə, belə deyək, imtahanda qarışdıracaqsınız. Yəni, sualın kənarından çox vaxtınız almayacaq bunu yazmaq. Maksimum sizin heç bir dəqiqəniz almayacaq və bir dəqiqə ərzində siz bu sualı 2 dəqiqəyə maksimum, yəni imtahanda işləyə bilərsiniz. İndi gəlirəm 73-cü suala. Deyir, üdümün dəyəri 45, ümumun dəyəri də 20-dir, düzdürmü? Yenə 2 qola ayırdım. Buna yazıram daxili şirkət DŞ, yəni daxili şirkət, xarici şirkət də XŞ. Daxili məhsul D.M, xarici də X.M qısa yazıram. Deməli, 20 ümumdur, 45 də üdüm, düzdürmü? Deyir, bu dövlətin ölkə xaricindəki məhsul, yəni ölkə xaricindəki verir nə qədər? 3,5 yazıram.
Ümumi 20-dir, ümumin ümumisi. Yəni xarici şirkət 3,5 sonra daxili məhsul nə qədərdir? 20 çıxır 3,5 eləyir 16,5. Deməli 16,5 də daxili məhsul. Onda həmçinin də elə daxili şirkətin də payı nə qədər düşür? 16,5. 45-dən çıxdıq 16,5-i eləyir nə qədər? 28,5. Cavab olacaq nə? 28,5. Bunun digərləri də var. İndi onlar sizə tapşırıq kimi verəcəm ki, işləyəsiniz. Bir də sizə ticarət balansı saldodan danışırım. Ticarət balansı nə deməkdir? İdxalla ixrac arasındakı fərqdir. İdxal nədir? Aldığımız məhsuldur. İxrac nədir? Satdığımızdır, belə deyək. Və yaxud da belə düşünürəm. Məsələn, gəlir və çıxarımız. Tutaq ki, biz bir ay ərzində məsələn 500 manat maaş alırıqsa, biz əgər bizim aylıq xərcimiz 700 AZN təşkil edirsə, biz artıq nə oluruq? Mənfidə oluruq. Çünki bizim aldığımız 500 AZN-dir, amma biz 600-700 xərcləyiriksə, deməli artıq bizə nə olur? Mənfi olur. Yox, əgər biz məsələn 500 maaş alıb 300 AZN xərcləsək, o zaman deməli bizdə müsbət olur saldo. Yəni çünki bizim aldığımız, belə deyim, daha yəni xərclədiyimiz bizim qazandığımızdan daha az olacaq. İndi burada deyir ki, ticarət balansı nə qədərdir? 420 manat. Bax, keçən il qəbulda 176-cı sual istifadə olunub. Deməli, 75-ci sualda deyir ki, 420 manat məhsul ixrac etmişdir. Nədir? Bax, məsələn, yaza bilərsiniz ki, TB, yəni ticarət balansı yenə iki yerə ayrılır. Biri olsun ixrac, məsələn, biri olsun nə? İdxal. Yəni, idxalla ixrac arasındakı fərqə deyirik, deməli, ticarət balansı. Ticarət balansı o vaxt müsbət olur ki, ixrac idxaldan yüksək olsun. Təkrar edirəm. Ticarət balansı o vaxt müsbət olur ki, ixrac idxaldan yüksək olsun. O vaxt mənfi olur ki, idxal ixracdan yüksək olsun. Deməli, deyir ki, 420 AZN olub. Bunu qeyd edirəm. Ticarət balansı müsbət olub, ixracın dəyərinin 30%-nə bərabərdir. Deməli, idxal nə qədərdir? İdxalın ixracatında fərq. Deməli, ticarət balansının, yəni ixracın 30%. İxrac ümumi 420. 420-nin 30% nə qədər? %30, düzdürmü? %30. Bunları demək ki, ixtisar eləsəm, 2 dəfə 3, 6, 4 dəfə 3, 12, 126. Cavab 126 deyil. Bax, imtahanda bunu variantda qoysalar, cavabda 126 olacaq. Cavab 126 deyəcənslər. Niyə? 126 ixracla idxal arasındakı fərqdir. Bax, yadda zən. Deməli, deyir ki, ticarət balansı müsbət ixracın dəyərinin 30%-nə bərabərdir. 126 idxalla ixracın arasındakı fərqdir. Bizdən idxala soruşur. Yəni, ixrac nə qədər? 420. İdxal bilmirəm nə qədərdir. Aralarında 126 fərq var, düzdürmü? Və müsbətdir deyə 420-dən çıxacam nəyi? 126-nı. Görüm idxalım nə qədərdir? Bu eləyir 4, bu eləyirdi deməli 9, deməli bu da eləyirdi 2. 294. Deməli 294. İdxalım olur nə qədər? 294. Deməli İdxal oldu 294. Nə qədər məhsul satmışıq? 420 milyon manat. Nə qədər idxal eləmişik? 294. Ona görə bizim deməli satdığımız aldığımızdan çox olduğuna görə bu müsbət qiymətləndirilir. Bunun davamını, yəni 176-nı sizə tapşırıq olaraq verirəm. Özünüz istəyəcəksiniz. Nəsə qaranlıq qalsa videonun sonunda qeyd edə bilərsiniz. Hələlik bugünlük bu qədər. Uğurlar. Hər kəsə salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərə mən hər il qəbulda istifadə olunan üdüm və ümum, yəni ümumi daxili məhsul və ümumi milli məhsul aid məsələ izahından qarşınızdayam. Deməli belə deyir ki, və keçən qəbulda istifadə olunan bir sualdır. Diqqət eləyək, bu ildə yenə qəbulda qarşımıza çıxacaq. Deməli deyir ki, A ölkəsində üdümün həcmi 450 milyard dollar, ümumi ölkə xaricindəki dəyəri üdümün 20%-nə bərabərdir. Daha doğrusu 20% qədərdir. Ölkədə xarici şirkətlərin payı 180 milyard dollardır. Ümumi dəyərinin nə qədər olduğunu hesablayın milyard dollarlarla. Bunun izahını biz belə veririk. Üdüm, ümumi daxili məhsul 2 hissəyə ayrılır. Deməli, bir xarici şirkətlər, qısa yazıram, xarici şirkət, bir də daxili şirkət. Yəni, məhsulun daxildən mi satılacağı şirkət məkan yoxsa xaricdən. Bu olur daxili və xarici şirkət. Bir də ümum deyirik.
Ümumi isə nədir? Ümumi milli məhsul. Burada isə bu da yenə daxili məhsul. Daxili deməli deyirik ki, məhsul xarici məhsul olaraq adlandırırıq. Yəni ümumi məhsuldur, ödüm isə onun satıldığı yeri göstərir və deyək məkanı bildirir. İlk öncə nə edirik? Deməli, bizdən deyir ki, ölkədə ödümün həcmi 450 milyard dollardır. Baxın, belə imtahanda sizə bir tövsiyəm olar ki, belə sxem kimi qurun. Ödüm nə qədərdir? Ümumi 450 milyard dollardır. Düzdürmü? 450. Ümumin ölkə xaricindəki dəyər, yəni xarici məhsul deməkdir. Bu ümumin ölkə xaricindəki dəyər. Ödümün 20%. Bu 450-ci lap qələmi dəyişərsə daha aydın olsun. Baxın, ödüm nə qədərdir? 450, düzdürmü? Deyir ki, ümumi nə qədərdir? Ümumin xarici məhsulu. Ödümün 20%. Yəni 450-nin 20%-ni tapıram. %20. Bu da eləyir deməli nə qədər? 90. Deməli, xarici məhsul nə qədər imiş? 90. Aha. Daha sonra deyir ki, ölkədə xarici şirkətlərin payı 180-dir. Ödümdə xarici şirkət bu hissədir, düzdürmü? Bu da 180-dirsə, ümumi xarici şirkətin daxili şirkət bir də 450-dir. Ödüm. Bax, test özü verir. Deməli, ödüm 450-dirsə, onun xarici şirkəti 180-sə nə edəcəm? 450-dən çıxacam 180-i. Eləcək nə qədər? Deməli, 7, 3-dən 1, 270. Deməli, daxili şirkətlərin payı nə qədər olacaq? 270 milyard dollar. 270 milyard dollar həm daxili şirkətdirsə, həmçinin daxili məhsul da 270 milyard dollar olur. Baxın, yəni daxili məhsul daxili şirkətə aiddir, xarici məhsul xarici şirkətə. Daxili məhsul 270-dir, xarici məhsul 90-dır. Bizdən soruşur ki, ümumi hesabla. Necə ki, ödümdə, məsələn, bayaq 450, digər hissəsi 180, indi burada da 270 daxili məhsuldur, xarici məhsul 90-dır. Deməli, nə edəcəm? 270 üstə gəl 90. Eləyir nə qədər? 360 milyard dollar. Deməli, ümumi həcm nə qədər olacaq? 360 milyard dollar. Düzgün cavab olacaq Y variantı. Növbəti test izahlarında görüşənədək hələlik.